İşlərə düşəndə gedib dövlətdən bütün lazımı da istifadə edirlər. Adi bütün imtiyazlardan istifadə edirlər. İstəyir pensiyası olsun, istəyir nə bilim, pandemiyada 190 manat pul verdi, hamısını istifadə edib götürdü. Vermədə də acığına gəlir. Haqqıma girdilər, vermədi. Qardaş, tağut deyirdin, nə deyirdin, nə oldu? Bütün imtiyazlardan istifadə edirsən. Yəni belə də, ona görə deyirlər ki, alimlər nə deyirlər ki, xavariclərin əsas dərdinə təkvidçiləri, dünyadır da, dünyaya görədir. Əsas məqsədləri, amallarına dünyaya hakim olmaqdır. Dünyanı əldə eləməkdir. Yoxsa onlarınki din deyil. Necə ki, bir zaman Həsən Əlbasın yanına gəlirlər. Deyir ki, sən niyə bizlə bərabər çıxmırsan da? Çox da bizlə bərabər çıx. Deyir ki, siz rahat şəkildə namaz qılmağa qoyulur, hə qoyurlar. Bayram namazları, cümə namazları hamısı yerinə yetiririk. Oruc deyir, bəli. Həcc, ümrədir, rahat icazə verilir. Ondan nə istəyirsiniz? Onda sizin istədiyiniz dünyadır da. Yəni, sən rahat şəkildə bu ibadətləri, bu ayinləri yerinə yetirə bilirsənsə, sənin artıq istəyin nədir, qardaş? Deməli, dünyadır, sənin istəyin dünyadır, axirət deyil. Bu necə onlar əmin-amansız neymətlərin qədrini? Vallahi bilmirlər. Onlar Azərbaycandan kənara çıxmayırlar. O bəzi ölkələr var ki, onları ora göndərmək lazım. Mən deyəm ki, sürgün eləmək lazım. Gedib bir il yaşasınlar. Hətta bəzi SNG ölkələri var ki, bu saat orada vəziyyət acınacaqlıdır. Görürsən ki, müəyyən təzyiqlər var da, məsələn, hicabın qadağan olunması, saqqalın qadağan olunması, müəyyən yaşdan sonra həcc, ümrə ziyarətlərinin yerinə yetirilməsi, müəyyən yaşa qədər məscid daxil olmamaqları. Onları göndərmək lazımdır, deyəlim ki, sürgün eləmək lazımdır, bir illik, çox yox. Ged bir il orada yaşa, əhl-i beytinlə bərabər, Azərbaycanın qədrini biləcəksən. Bura qayda deyəcəksən ki, nə gözəl ölkədə yaşayıram, nə firavan, əmin-aman bir ölkədə yaşayıram. Qədrini bilmir. Bu əmin-amanlığı, firavanlığı bizə verir, Allah həmd olsun. Və səbəblər də var. O səbəblərdən biri də dövlətimiz, dövlət rəhbəridir, rəhbərliyidir, Allah razı olsun. Şəraiti yaradıblar, Allah həmd olsun, rahat ümr edirsən, həz edirsən, namazlara gedirsən, işləyirsən, sənin bir söz deyən yoxdur, saqqalı sağsan və s. İndi müəyyən çətinlik olacaq, sən qardaş, yəni cənnəti qazanmaq üçün müəyyən çətinliyə, məşəqqətə dözmək lazımdır, düzdürmü? Biz demirik hər şey %100 hər şey əladır, lakin ölkəmiz çox firavan ölkədir, çox əmin-aman bir ölkədir. Və Allah həmd olsun ki, dinivi yaşamaq üçün hər bir şərait var. Allah razı olsun, bu şərait yaradıblar. Biz əksin belə şeyi görəndə daha çox dua etməliyik ki, Allah sabit eləsin, Allah daha çox xeyri müvəffəq eləsin. Düzdürmü? Bunlarınki ancaq narahatçılıq, etiraz, göndərərsən bir-iki çətin ölkələrə, əmin-amansız olmayan ölkələrə, madəm belə cihad bilsən, ged orada cihad elə. Nəfsünlə cihad elə, çətinliklərə qarşı cihad elə. Demirsən belə, get görüm necə olacaq. Vallahi deyəcək ki, nə şükürlər olsun ki, elə mən Azərbaycan kimi ölkədə yaşayır. Gedənlər görüb? Əlbəttə görüb, qardaş, o qədər olub gedib peşman olanlar, qayda bilməyənlər. Eşidirik, xəbərimiz var. Çox şükür ki, bizim ölkə əmin-aman ölkədir. Allah Teala buranın əmin-amansılığını qorusun, sabit eləsin. Firavan bir ölkədə yaşayır, buna görə Allah həmd olsun. Və səbəbkarlarda deyir ki, Allah razı olsun, Allah sabit eləsin, Allah daha yaxşısını müvəffəq eləsin.